Bu videoda mövzumuz 7-ci sinif ingilis dili, 2-ci xarici dili olanlar üçün to worry sözünün açıqlamasını istəyir. Worry narahat olmaq deməkdir uşaqlar. B variantı. Confusion sözünün mənasını istəyir. Confusion çaşdırıcı deməkdir. Düzgün söz istəyir. Jane is axtarmaq, açarlarını axtarır. Looking for, look for axtarmaqdır. The place was yer elə deyir, qəşəng idi ki, biz hamımız onu sevdik, xoşladıq. Amazing. Müsbət mənalı söz. Düzgün sual sözü istəyir. Last week uşaqlar zaman zərfinin sualdır və keçmiş sadə zamandır. Past simple. Past simple zamanın sual və inkarı did köməkçi feili ilə düzəlir. Last week'in sual sözü hansıdır? When'dir. Sual sözü gələcək birinci when. Sonra gəlməlidir did. Mübtəda və feil gəlir visit. Və feilin sonundakı idini artıq atırıq. Çünki bu did artıq keçmişdə işlənir. When did I visit my grandparents? My grandparents. Sual işarəsi. Altından xətt çəkilmiş sözə sual sözü istəyir. Two dogs rəqəmdir. Sualı how many ilə verilir. Və uşaqlar two sözü təyin olduğuna görə aid olduğu sözlə birlikdə işlənəcək. Yəni hansı sözü təyin edir? Dogs sözünü təyin edir. Və how many dogs birlikdə olur sual sözü. Və zaman keçmiş zamanda işlənib. Deməli biz bu cümlənin sual cümləsini qurmaq üçün did köməkçi feilindən istifadə edirik. Deməli yazırıq. How many dogs? Bu olur birlikdə sual sözü uşaqlar. How many dogs? Sonra did. Mübtəda gələcək. The children. So feili artıq indiki formasına qayıdacaq. Çünki biz burada did işlətdik. See. How many dogs did the children see in the park? Yəni cümlə tam olaraq baxın belə olacaq. Və deyir ki, 7-ci sualda cümləni düzgün söz ilə tamamlayın. Uşaqlar, I was. Baxırıq ki, variantlarda bizdən düzgün sifəti seçməyi istəyir. Artıq keçmişsiniz və bilirsiniz ki, uşaqlar, sifət feildən sifət düzəldərkən feil deməli üstə gəl ing, bir də feil üstə gəl id şəkilçisi ilə düzəlir. Yəni eyni feili götürək, məsələn tire feili. Biz bunu iki cür düzəldə bilərik. Tiring də olur, baxın. Tired da olur. Yəni bir feildən iki cür sifət düzəltmək olur. Bu şəkilçiləri artırmaqla. Bəs yaxşı, bu sifətlər arasındakı fərq nədədir? Məna fərqi var uşaqlar. Bu yorucu məsələn deməkdir. ING artırılanlar insanlara aid deyil. ING artırılanlar, deməli uşaqlar, 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 insanlara aid deyil. ING
hadisənin, əşyaların xüsusiyyətini bildirir. Bəzən insanların da xüsusiyyətini bildirə bilər Amma idi artırılanlar isə uşaqlar insanın duyğularını, keçirdiyi hissləri bildirir. Məsələn, tiring nə deməkdir? Yorucu. Məsələn, deyirəm ki, this lesson, bu dərs is tiring, yorucudur. Mən nə dedim? Dərsin duyğusu yoxdur ki, düzdür. Cansızların duyğusu olmur. Və biz orada ancaq ing götürəcəyik. Yəni, dərs yorucudur. Dərsin xüsusiyyəti nədir? Yorucu olması. Bu dərs yorucudur. Amma insan hissinə aid olanı deyirəm ki, məsələn, she's tired. O necə hiss edir özünü? Tired hiss edir. Ona görə də burada tired istifadə edirik idi. Deməli, id ilə olanlar insanlara aiddir, ing ilə olanlar isə əşyalara, hadisələrə və bəzən insanlara aid də edilə bilər. Məsələn, deyirəm ki, Ömər is an annoying boy. Yəni, Ömər bezdirici oğlandır, yəni zəhlə tökən oğlandır. İndi burada I was, mən idim, necə hiss edirdim? Tired. So I went to bed. Bunlar insanların, hadisələrin və əşyaların xüsusiyyətini bildirir. Yorucu, darıxdırıcı. Mən deyir, yorğun idim, ona görə də yatmağa getdim. This math problem was so... Uşaqlar, görürsünüz, söhbət nədən gedir? Misaldan, riyaziyyata aid olan bir məsələdən və ya misaldan söhbət gedir. Ona görə də confused insanlara aiddir. Confusing. My sister is so... Görürsünüz, my sister'dan söhbət gedir. Bacım necə hiss eləyir? Excited. İzah elədiyim qaydaya aiddir. We spend about 1/3 of our lives sleeping. Biz həyatımızın 1/3 deməli, yataraq keçiririk. During this time, our body grows stronger and our brain rests. Bu vaxt ərzində bizim bədənimiz daha güclü olur və beynimiz dincəlir. Humans need different amounts of sleep at different stages of life. İnsanlar həyatlarının müxtəlif mərhələlərində fərqli yatmaq saatlarına ehtiyac duyurlar. Children usually need more sleep than adults because they are still growing. Uşaqlar böyüklərə nisbətən daha çox yatmağa ehtiyac duyurlar, çünki onlar hələ də böyüməkdədirlər. Older people need to sleep for a shorter period of time. Yaşlı insanlar isə daha qısa müddətlik yuxuya ehtiyac duyurlar. Generally, most people need 8 hours of sleep a night. Adətən, ümumi olaraq, yəni ümumən insanların çoxu bir gecədə 8 saat yuxuya ehtiyac duyur. Düzgün cümləni seçin. According to the passage, yəni mətnə əsasən düzgün cümləni seçin deyir. Older people need to sleep more than children do. Yaşlı insanlar uşaqlardan daha çox yuxuya ehtiyac duyur. Xeyr, A variantı deyil. While sleeping, our body never grows. Yatarkən bizim bədənimiz böyümür. Xeyr, uşaqlar orada deyir ki, böyüyür. When we sleep, our brain has a rest. Biz yatanda beynimiz dincəlir. Bəli, C variantı. Və bu videoluq bu qədər uşaqlar. Videonu bəyənin, kanala abunə olun. Sağ olun.